Müəllimlik deyilən müqəddəs peşədir. O peşəyə gələn pula görə gəlməli deyil. Niyə gəlməsin? Yaxşı, bu hardan dolansın? Müqəddəs insanlar ümumiyyətlə yemirlər, içmirlər, bunlar hava ilə dolanırlar. Bu özü də anormal bir yanaşmadır. Nə qədər mən altruist düşüncəli, idealist düşüncəli insan olsam da, ancaq realizm deyilən bir şey də var. O realizm də mənə deyir ki, bir insan həyatda yaşayırsa ən gözəl müəllimi götürək. O müəllimin də fəaliyyətinin maddi qarşılığı olmalıdır. Ona görə maddi qarşılıq olmasa, bu orada çox davam eləyə bilməyəcək. Və əslində belə peşələrin sahibləri yaxşı qazanmalıdır. Çünki bütün övladlarımızı bizim təhvil verdiyimiz insanlardır. Yəni mənə görə 5 dənə həyati sahə varsa, onlardan biri sizin sahədir. Müqəddəs olsa da maddi qarşılığı olmalıdır. Müəllim gəlsin, pulsuz işləsin, müəllim gəlsin, maddi qarşılığı görməsin, xeyr. Müəllim də qəşəng qazanır. Əgər bacarıqlı olsaz, qəşəng gəlir əldə edə bilərsən. Ancaq burada gəlir əldə eləyirsənsə, gəl bunu sevgi ilə eləyək. Mən zaten bu dərsi keçirəm. Gəl mən sevgi ilə bunu keçirim. Əxlaqi qaydalara əməl etmək qəşəng gəlir gətirir. Siz müəllimsiz, mən övladımı gətirmişəm, sizə təhvil verirəm. Sevgi ilə görsəz, ürəklə eləsəz, zaten 1 saat ona dərs deyirsən. Ancaq görsəm ki, sevgi ilə, məhəbbətlə eləyir. Bütün sinif onun arxasında duracaq. Onlarla bunun örnəyini bilirəm ki, müəllimi müdir işdən çıxartmaq istəyib, bütün valideynlər yığıblar, nazirliyə qədər məktub yazıblar, o müəllimi saxlatdırıblar. Nəyə görə? Bu cür sevgisinə görə, tələbələrə özgüvən verdiyinə görə. Sizin işlədiyiniz auditoriya təkcə uşaqlar deyil, eyni zamanda da valideynlər. Sevgi görsəm, məhəbbət görsəm, hamı sizin uşağını sizə vermək istəyəcək və o da gəlir gətirəcək. Ona görə müəllimliyi seçin.